Salam, necəsiniz? Ümid edirəm, yaxşısınız və şey qaydasındadır. Biraz bilirəm ki, arada zaman oldu və mən gec gəlmiş ola bilərəm, bunu qəbul edirəm. Yəni YouTube videosunu gec çəkdim. Sadəcə olaraq həm istədim ki, öz adaptasiya periodum keçsin, həm də çox qəşəng, səmimi bir mövzu ilə gəlim. Ə, Bu belə. Gəlirik məsələnin növbəti qisminə. Necəsiniz? Həyatınız necədir? Bilmirəm hal-hazırda həyatınızda hansı perioddasınız, nələr yaşayırsınız. Amma çalışacağam ki, müəyyən qədər mövzu ilə sizə yaxşı gələ bilim. Bugünkü mövzumuz anlaşılmaq duyğusudur. Bilirsiniz, biz psixoloqların əsas belə deyək də diqqət nöqtəsi duyğular olur. Və bugünkü mövzumuz da anlaşılmaq duyğusudur. Həyatımızın müəyyən periodları olur və yaşadığımız həmin periodlar nəticəsində də ətrafımızda fərqli insanlar olur. Hansı ki, zaman-zaman bəzən o insanlar çıxıb gedə bilir, bəzən də bizim həyat, belə deyək də, yaşamımızda şahidlik eləyirlər. Və bu şahidlik periodunda biz insanlarla müəyyən həyat hadisələrimizi paylaşırıq, vəziyyətlərimizi paylaşırıq, bunun bərabərində duyğularımızı paylaşırıq. Bəzən isə anlaşılmaqdan əziyyət çəkirik. Bu sözü çox sevmirəm, amma anlaşılmaq duyğusunu tam olaraq yaşamırıq. Ya səhv anlaşılırıq, ya da ümumiyyətlə insanlar bizi başa düşmürlər. Hər nə qədər biz onlara özümüzü tam şəkildə izah etməyə çalışsaq da. Buradan bir sual çıxır ki, biz həyatımıza yanlış insanları mı almışıq? Bunu %100 cavablandırmaq olmaz ki, həyatımızdakı insanlar %100 yanlış insanlardır. Təbii ki, yox. Sadəcə bunu qəbul eləməliyik ki, qarşımızdakı insanlar bizim yaşadığımız həyatları yaşamayıblar. Və bunun bərabərində biz də onların yaşadığı həyatı yaşamamışıq. Buna görə bəzən həmin o aradakı anlaşılmamaq duyğusunu yaşaya bilirik. Bu mümkündür. Çünki hər kəsin fərqli pəncərəsi var və hər kəs həyata o pəncərəsindən, öz yaşantısından, öz sxemlərindən baxır. Amma məsələnin başqa bir tərəfi də var ki, sadəcə yaxın olduğumuz insanlar deyil, ümumilikdə qəbul eləsək ki, insan sosial varlıqdır və biz sosiumda yaşayırıq. Bəzən heç tanımadığımız insanlar tərəfindən də anlaşılmama duyğusunu yaşayırıq, amma bunun bərabərində hər kəsdə razı salmağa, inandırmağa, %100 anlaşılmağa çalışırıq. Amma qəbul etməliyik ki, hər kəsi razı sala bilmərik. Bu mümkünsüzdür. Və faiz göstəricinə görə hər kəsi %100 də razı sala bilmərik ya da %100 anlaşılma duyğusuna yaşaya bilmərik. Bu da qəbul ediləndir, bunu da qəbul eləməliyik. Və bunu anlamamaq, daha doğrusu bunu qəbul etməmək bizə nə gətirir? Biz özümüzü daima izah eləyirik və anlaşılmamağın gətirdiyi yorğunluğu yaşayırıq. Ətrafınızda yəqin ki, rastlaşmısınız, bilmirəm və ya başqa insanlarda müşahidə etmisinizmi? Bəzi insanlar bir şeyi daha çox izah eləyir və sonrasında da məni başa düşdün, mənə inandın və ya %100 nə demək istədiyimi başa düşdün, sənə izah eləyə bildim fikrimi və s. bu dəfələrlə soruşurlar. Bunun kökünü hal-hazırda analiz etməyəcəm, amma qısa olaraq çünki mövzudan uzaqlaşmaq istəmirəm, amma qısa olaraq belə deyə bilərəm ki, orada %100 anlaşılmaq istəyi və bərabərində də qəbul edilmək istəyi ola bilir. Məsələnin ən vacib hissəsini sona saxlamışdım. Məsələnin ən vacib hissəsi isə bizim özümüzü anlamağımızdır. Yəni, okey, biz belə bir söz var, deyir ki, əslində çöl dünya sənin daxili dünyanın yansımasıdır. Sən özünü anlaya bilirsənmi? Sən özünü qəbul edə bilirsənmi? Qəbul etmədiyin məqamların üzərində çalışa bilirsənmi? Məsələn, bu suallara cavab tapmaq lazımdır ilk öncə ki, məni anlamaq çətindirmi? Mən özümü anlaya bilirəmmi? Özümlə söhbət edə bilirəmmi? Zaman keçirdə bilirəmmi? Öz mənfiliklərimi dəyişə bilirəmmi? Ya da qəbul edə bilirəmmi? Üzləşə bilirəmmi? Ən önəmlisi, onları görə bilirəm. Yoxsa inkar eləmək modundayam. Hər şeydən vacib özümüzü anlamağımız, özümüzü qəbul etməyimiz lazımdır. Çünki bizi anlamayan insanları həyatımızdan çıxarda bilərik, uzaqlaşa bilərik, amma insanın özündən uzaqlaşmaq kimi bir şans. Ona görə hər zaman deyirəm ki, prinsipimiz inkişaf qaçınılmaz olmalıdır. Çünki bu bir yoldur, həyat bir yoldur və biz o yolu gedərkən öz üstümüzdə hər zaman çalışırıq. Bu qaça bilmədiyimiz bir şeydir. Özümüzlə əlaqə qurmağımız, özümüzə qayğı göstərməyimiz, özümüzü anlamağımız, bunlar qaçınılmazdır. Ona görə də ən rahat yolu qarşılaşmaqdır öz hiss və duyğularımızla. Çox da rahat olduğunu deyə bilmərəm. Çünki fərqindəyəm ki,
kökündə qorxular dayanır və sair və sair. Amma dediyim kimi özümüzə edə biləcəyimiz ən gözəl yaxşılıq birinci özümüzü anlamağımız, sonrasında da qəbul etməyimizdir. Əgər bunu tək eləyə bilmiriksə, mütləq mütəxəssisə müraciət etməliyik. Mütləq bunu mütəxəssislə müzakirə etməliyik. Başqa versiyası çətin olur, bəzən də mümkünsüz olur. Həyat boyunca müraciət etməli olduğumuz mütəxəssislər olur. Bizə yol göstərəcək, bizim yaşadığımız müəyyən sxemləri dəyişəcək. Travma demirəm. Travma sözünü hazırda o qədər məşhurlaşdırıblar ki, və o qədər yerli yersiz istifadə edirlər ki, beynimizdəki sxemləri dəyişmək lazımdır. Dünyaya baxış bucağımızı dəyişmək lazımdır. Onun sonrasında həyat mən düşünürəm ki, daha fərqli olur. Düşünürəm ki, mən bunu təcrübə etmişəm ki, daha fərqli olur, daha fərqli istiqamətdə davam edir.